Dostlar, hər vaxtınız xeyir olsun. Bilirdiniz ki, son zamanlardır ki 20 Kuza Prius sürürdüm. Amma 20 Kuza Prius'la nə taksili eləmək olur, nə belə deyək də qaydalara uyğun olaraq işləmək olur. Demək, mən təzə bir avtomobil götürdüm. BYD Gen Plus modelini götürdüm. İstədim ki, sizə sevincimi bölüşüm. Təzə model götürdüm. Bu model hakkında inşallah videolar çəkəcəm. Kim BYD sürürsə, çox şeylər bilmirsə bu maşın haqqında, bildiyiniz kimi dostlar, bu maşın həm elektromobildir, həm tokla işləyir, həm də ki hibrid sistemlə işləyir. Yəni buna plug-in sistem deyilir. Yəni 3 sistemin bir yerdə işləməsi. İndi çoxları mənə yenə dediyim sözü qınayacaqlar kommentariyalarda, yəni mənfi rəylər yazacaqlar ki, 3 bir yerdə falan nədir. Yəni belə deyək də, həm benzindir, həm hibrid sistemdir, yəni batareyka ilə işləyir, həm də elektrik batareykası ilə işləyir. Batareyka sistemi iki cürdür, həm hibrid sistemdir, Prius'da olan kimi də, yəni həm batareyka ilə, həm benzinlə, həm də ki tokla işləyir. İnşallah sabahki videomda bu maşın haqqında bir təqdimat çəkəcəm. Maşınım haqqında tam çəkəcəm, sizə göstərəcəm bu model haqqında. Bilirsiniz ki, BYD modelinin iki cürünə şey olur, modeli var. Bir, yəni belə deyək də, taksiyə yararlı, yəni çoxları, əslində bütün modellər demək olar ki, taksiyə yararlıdır. Çoxsu toklandır, çoxsu plug-in sistemdir. Bunların indi Bakı şəhərində, ölkəmizdə taksiyə fəaliyyətində iki cür modeli var. Bir Gen Plus'dur, bir də ki Destroy 05 modelidir. 05 modelidir. Bunlar şəhərdə bu dəqiqə ən çox sürülən, taksidə sürülən maşınlardır. Kim bu maşın haqqında maraqlıdırsa, indi mən 1-2 gün almışam, 2 gündə almışam. Yəni belə də çəkiş sadəcə indi eləyirəm. İndi 2 gün ərzində bu maşını sınaqdan keçirdəcəm, testing eləyəcəm. 2 gündən sonra artıq sizə göstərəcəm ki, bu maşında da nə. Demək olar ki, bu maşını götürənə qədər, demək olar ki, 1 aydan çox mən araşdırdım, baxdım ki, görək bu maşının nəyi var, nəyi yox. Benzin baxımından ekonomiyası idealdır, çox qəşəngdir. Amma dözümlülük baxımından falan, ona da inşallah 1-2 gün sürəndən sonra görəcəm, deyəcəm sizə nə var, nə yox. Yəni bir sözlə BYD modeli ilə maraqlananlar kanala abunə olsunlar. Gen Plus modelinin çəkilişlərini eləyəcəm. Bugündən etibarən bu model ilə taksili fəaliyyət edəcəm. Taksili fəaliyyət edəndə gündəlik qazancı da çəkəcəm sizə. Onu da deyim ki, çoxları indi sual verirlər beynində ki, qardaş, bu model Comfort Plus biznesə düşür. Biznesə düşmür, Comfort Plus'a düşür. Yəni biznesə düşsə, demək olar ki, Bakı şəhərində doludur. Ona görə bunlar özləri biznesdən yığışdırıblar. Həm də bizneslərin kateqoriyaları var ki, nə cür standartlara uyğun olmalıdır. Maşında arxada qoltuq altı olmalıdır. Qabaq görüntüsü tam şəkil görünməlidir. İndi onlar haqqında da inşallah gələcək videolarımda çəkəcəm. Dostlar, kanalıma abunə olun. İnşallah bu maşın haqqında çəkilişlərə başladım.